Rəfət müəllim, sizinlə dünyanın bir çox ölkələrində olmuşuq. Azərbaycan rəqsləri bizim Azərbaycan mədəniyyətində hər zaman seçilən, ən öndə olan, bayaqları bunu Tahir müəllim də qeyd elədi, elə görün neçənci əsrdən bizim öz ənənələrimiz var. Bilmək istəyərdim ki, bu ənənələrin təbii ki, müasir nəsil davam etdirir. Amma klassik dəyərləri yaşatmaq çox çətin və müşkül məsələdir. Və vacib məsələ. Və vacib, ən vacib məsələlərdən biridir. Bu istiqamətdə bu günləri, yəni siz böyük bir kollektivə rəhbərlik edirsiniz. Hansı addımlar atılır? Buyurun. Mən ilk növbədə hamınızı salamlayıram. Çox sağ olun ki, bu verişə bizdə dəvət eləmisiniz. Aleksandr Cuma Qafqaza zamanında səyahət edərkən Qafqazın ən gözəl rəqsinin, ən gözəl musiqisinin, ən gözəl çaparlarının məhz Azərbaycan türkləri olduğunu öz əsərlərində yazıb, qeyd edib və bu mənə elə gəlir ki, əbəs yerə deyil. Çünki bilirsiniz ki, Azərbaycanda Qobustan deyilən bir tarixi abidəmiz var, bayaq Tahir müəllim də onu xüsusən qeyd etdi və orada qayaların üzərində rəqs cizgiləri, rəqsə yallımıza, bizim ən qədim rəqs nümunələrindən biri olan yallımıza bənzər olan cizgilərin olması, qavaldaşı deyilən bir daşın olması elə ritmin də, rəqsin də məhz vətəni, məhz Azərbaycan olmağına bizə bir iddia eləməyə işarə verir və əbəs yerə deyil, çünki bizim bir yaxın dostumuz var, Rauf Bəhmənli, bu yaxınlarda bir kitab hədiyyə elədi mənə. 453 Azərbaycan xalq rəqsi. İnanınız ki, Qafqazda ikinci belə bir xalq yoxdur ki, onun 453 növdə rəqs nümunəsi olsun. Bizim bir Azərbaycan dövlət rəqs ansamblı olaraq əsas qayəmiz milli mədəniyyətimizi, çünki rəqs bilirsiniz necə bir sənətdir. Rəqs, mən deyərdim, mədəniyyətimizdə, incəsənətdə yeganə sahələrdəndir, bəlkə də yeganə sahədir ki, burada mədəniyyətimizin bir neçə istiqaməti bir yerə cəm olur. Rəqsimiz, musiqimiz, milli geyimlərimiz, adətlərimiz, folklorumuz, görün, mədəniyyətin neçə qolunu bir yerə cəm eləyirik və biz sanki sözsüz bir şeiriyyat formasını yaşadan insanlarıq. Çünki xoreografiya bilirsiniz, bədən dili ilə, jestlərlə sən milli kimliyi insanlara çatdırırsan. Biz bir səfərdə idik, Çində böyük bir festival keçirilirdi. Bir kəmər, bir yol. Siz, yəni, sizə deyim ki, 3000 səhnədə 3000-dən çox rəqqas və rəqqasələr var idi. Orada ən tanınmış rəqs ansamblləri, İqor Moiseyev adına Rusiyanın ən möhtəşəm rəqs ansamblı, Çinin dövlət rəqs ansamblı milyard yarımlıq millətlər, Hindistanın dövlət rəqs ansamblı və Azərbaycan dövlət rəqs ansamblı orada var idi. 10 milyonluq, yəni respublika çərçivəsində 10 milyonluq, belə isə maşallah olsun 50-60 milyonluq bir xalqıq. Və inanın oranın baş rejissoru gəldi səhnəyə. Mikrofonla söylədi ki, mən hələ bu cürə energetikası olan, bu cürə coşqulu, yəni kişilərin rəqsinə baxanda mən mərdliyi, igidliyi, cömərdliyi görürəm. Xanımların rəqslərinə baxanda onun tam əksinin, onların zərifliyini, ismətini, namusunu, həyasını görürəm. Yəni bunu bir Çinli söyləyir. İnanınız, bu uşaqlara belə toxundu. Dedi, bunlar yer adamlarıdır. Bunlar, yəni, hələ bunların Shaolin məktəbləri var ki, bu qədim bir mədəniyyətdir. Nə xoş bizə ki, biz öz mədəniyyətimizi yaşadırıq. Bəli. Olunası çox işlər var təbii ki, çünki bilirsiniz, bizim mənfur qonşularımız yalnız bizim torpaqlarımıza iddialı olmayırlar. Onlar bizim mətbəximizə də, şeiriyyatımıza da, musiqimizə də, həmçində əsasən də milli rəqslərimizə gözləri dikiblər hər zaman. Və bizim bir Azərbaycanlı olaraq, Azərbaycan türkü olaraq əsas qayəmiz də necə səngərdə bizim qardaşlarımız, əskərlərimiz durub torpaqlarımızın bir qarışını belə yağı düşmana verməzlərsə, biz də mədəniyyət işçiləri əlimizdən gələni etməliyik və son dövrdə də Mədəniyyət Nazirliyi bu işdə böyük addımlar atıb, Adil bəyin rəhbərliyi altında və əsas da mən nə istəyərdim və bunlar da artıq baş tutur ki, Azərbaycan mədəniyyəti artıq qonşu xalqlara da səfərlərimiz son
dönəmdə Bəli, bizim bir yerdə bəli. olan səfərlərimiz, Özbəkistan, yəni Qazaxıstan, bir bəli. ilin içində 4, 5, 6 dövlətə Çox qürur vericidir. səfər etməyimiz həqiqətən balaca bir işdir. Biz bunu alqışlayırıq. Bu Bəli. davamlı olmalıdır və ümidvaram ki, gələcək nəsillər bu zəngin mədəniyyəti öyrənəcək. Bizim də bir balaca bunda gərək zəhmətimiz İnşallah, daha da inşallah.